düzgün cavabını tapmağa davam edək. Əvvəlcə, əgər baxmamısınızsa, əvvəlcə bundan öncəki dərsə baxın. Daha sonra suallara düzgün cavab tapmağa davam edək. Which word from paragraph 2 fits the following definition? Paragraf 2-dən hansı söz bu izaha uyğundur? To look at something carefully to see if it is correct or find information. Deməli, nəyəsə diqqətlə baxmaq, nə məqsədlə diqqətlə baxmaq, to see, görmək üçün, nəyə görmək üçün? If it is correct, əgər düzgündürsə, düzgündürmü onu görmək üçün və yaxud da ki, find information, hər hansı bir məlumatı tapmaq üçün nəyəsə diqqətlə baxmaq, nəyəsə diqqətlə nəzərdən keçirmək. Bu ingilis dilində nə adlanır? Find, tapmaq deməkdir. Xeyr, tapmırıq onda, hələ axtarırıq biz. To need, ehtiyacı olmaq. To forget, unutmaq. To check, yoxlamaq. Bəli, yoxlamaq da əslində. Düzgün variant deyildi. To sell isə satmaq. Choose the correct answer to the question. Suala düzgün cavabı seçməliyik. Why is shopping described as educational? Niyə alış-veriş maarifləndirici kimi təsvir olunub? Niyə? A variantında it helps students avoid traditional clothes. Deyir ki, bu uşaqları çəkindirir. Nədən? Ənənəvi paltar geyinməkdən çəkindirir. Bunun maarifləndirici ilə nə əlaqəsi? Düzdürmü? Mənasız bir cavab olur. Bir variantında it always teaches students about history. Bu həmişə deyir tələbələrə tarix haqqında öyrəndir. Xeyr, tamamilə yanlış cavabdır. C variantında it helps students learn how to use money responsibly. Bu uşaqlara, daha doğrusu tələbələrə pulu necə ağıllı şəkildə, cibə uyğun şəkildə istifadə etməyi öyrədir. Bəli, maarifləndiricilik bax burada görsənir. Düzgün cavab C variantı. Amma niyə digərləri yanlışdır? Digəri it shows students how to design their own clothes. Deyir ki, bu tələbələrə öz paltarlarını necə dizaynləməyi, necə düzəltməyi, hazırlamağı öyrədir. Xeyr, öyrətmir. O haqda mətndə də yox idi, həm də anladıq ki, öyrətmir. E variantı it guarantees students get discounts on all products. Deyir, bu garantiya edir, zamin durur da, yəni bu mütləq belədir. Yəni garantiyasını verir ki, bütün məhsullarda sən discount, yəni endirim alacaqsan, endirim əldə edəcəksən. Bu haqda heç söhbət yox idi, həm də yanlış bir cavabdır. Düzgün cavab C variantı. Növbəti testdə complete the sentence according to that passage. Mətnə görə cümləni tamamlamalıyıq. In a shopping mall, alış-veriş mərkəzində people can, insanlar edə bilərlər. Niyə bilərlər? Only buy food and snacks. Yalnız qida və snack qənaət ala bilərlər. Xeyr, buradakı ilə yalnız sözü bizi şübhələndirməli idi. Xeyr, biz çox şeylərlə maraqlana bilərik, çox şey əldə edə bilərik, ala bilərik. Alış-veriş mərkəzindən mətndə də bu barədə yazılmışdı. A variantı yanlışdır. B variantı find nothing except formal clothes. Heç nə tapmayacaq deyir orada. Yalnız rəsmi paltarlar. Xeyr, burada yenə except sözü də bizim üçün bir ipucu olmalıydı ki, nəzərimizi, diqqətimizi cəlb eləsin. Only, except sözləri, yəni yalnız bu. Diqqət edək bu sözlərə. Səhv cavabdır. C variantı shop only, yenə only. Yalnız ənənəvi paltarlar üçün bazarlıq etmək səhvdir. Biz orada çox şey tapa bilərdik shopping malllarda, alış-veriş mərkəzlərində. D variantı never compare prices only. Heç vaxt deyir ki, online daha doğrusu bağışlayın. Heç vaxt deyir ki, online qiymətləri onlayn şəkildə müqayisə eləmək olmur. Niyə olmur ki? Telefondan vasitəsilə biz müqayisə edirik. Mətndə də o yazılmışdı. E variantı visit a sports shop. Bəli, mətndə yazılmışdı ki, biz hətta idman dükanlarına da gedə bilərik. Alış-veriş mərkəzlərində o da qarşımıza çıxa bilir. Düzgün cavab E variantı. Mətnlə bağlı sonuncu sual. Which statements are true according to the text? Yəni mətnə görə hansı fikirlər doğrudur? Birinci fikir, shopping can be a way to meet friends
and have fun. Bəli, biz belə bir buna uyğun bir cümlə oxumuşduq. Eyni mənanı verən cümlə oxumuşduq ki, alış-veriş eləmək, dostlarla görüşmək üçün və əyləncəli vaxt keçirmək üçün, əylənmək üçün yaxşı bir yoldur, yaxşı bir üsuldur. Bu düzgün cavabdır ümumiyyətlə. Bir düzgün oldu. Digəri, making a shopping list can help people forget what they need. Burada forget sözü bizim üçün gözəl bir ipucudur ki, bunu seçməyək. Unutmaq üçün deyir. Bizə lazımdır shopping list götürmək, yəni bazarlıq listi hazırlamaq deyir. İnsanlara nəyə ehtiyacı olduqlarını unutmaq üçün lazımdır. Unutmaq üçün yox. Nə üçün lazım idi bizə? Əksinə, yadda saxlamaq üçün. So you don't forget, orada don't sözü yoxdur, bax, unutmayaq bunu. Ona görə 2 səhvdir. Traditional clothes are popular in all countries. Yəni ənənəvi paltarlar bütün ölkələrdə məşhurdur. Xeyr, bütün sözləri var ha. Bu all, only, except sözləri bizə ipucu olsun ki, nəsə burada bir problem ola bilər. Yaxşımı? Onlara diqqət edək. 3-cü səhvdir. Yəni bütün ölkələrdə ənənəvi paltarlar məşhur deyil. Bəzilərində məşhur ola bilər, bəzilərində yox. 4-cü variant, some people prefer casual clothes. Bəziləri gündəlik paltarlara üstünlük verirlər. While others prefer formal ones. Digərləri isə rəsmi. Bəli, 1 və 4 düzgün cavabı idi. İnanıram ki, siz də düzgün cavabları tapmışsınız. Ümumiyyətlə sizə bütün imtahanlarda, həyatın bütün imtahanlarında uğurlar arzulayıram.